Payız fəslində olmağımıza baxmayaraq, Azərbaycanda yağışlı hava müşahidə edilmir. Bəs bunun səbəbi nədir? Məsələ ilə bağlı Yeni Sabah Milli Hidrometeorologiya Xidmətinə sorğu ünvanlayıb. Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Yeni Sabaha qeyd edib ki, ölkə ərazisində müşahidə olunan mülayim isti hava şəraitinin səbəbi sinoptik şəraitdən asılı olaraq isti hava kütlələrinin cənubdan hərəkət etməsi, cənub-şərq küləklərinin üstünlüyüdür. Bu da hava şəraitinin mülayim keçməsinə, temperaturun yüksəlməsinə səbəb olur. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, rayonlarda isə 25 dərəcəyədək yüksəlir. Bakıda və Abşeron yarımadasında havanın orta temperaturu noyabr ayının ötən dövründə iqlim normasından 2,9 dərəcə yüksək qeydə alınıb. Keçən illərin noyabr ayları ilə müqayisə etsək, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-cü ilin noyabrında 25 dərəcə, bölgələrdə isə 29 dərəcəyədək isti müşahidə olunub, deyə qeyd edilib. Əlavə olunub ki, ölkə ərazisində müşahidə olunan mülayim hava şəraiti yaxın 3-4 gün ərzində də davam edəcək.